Naxçıvanda əylənməyə heç bir dənə bir şey yoxdur. Burada xüsusən sevmədiyim əsas məsələ isə bundan ibarətdir ki, Burada saat 8-dən sonra avtobuslar görünmür. Naxçıvanda hələ ki yol mədəniyyəti formalaşmayıb. Kartof, soğan satan, buranı öz mülkünə, obyektinə çevirən restoranları da bu köynəyi özün istəyib almısan. Bakıdan Naxçıvana niyə köçdük? Bu videoda bununla bağlı məlumatları sizlə bölüşəcəyik. Bu qərarı əslində biz birdən-birə vermədik. Naxçıvana niyə gəldik, niyə bu qərarı verdik? Bütün bu səbəbləri öyrənmək üçün videonu sona qədər izləməlisiniz. Birinci səbəb Naxçıvanın havasının təmiz olması ilə bağlıdır. Bakı artıq hava şəraitinə görə yaşanılmaz bir şəhərə çevrilib, dünyada ən kirli şəhərlərdən biri sayılır. Naxçıvanda isə bu baxımdan vəziyyət fərqlidir. Geniş parkların olması, istirahət məkanlarının olması burada yaşayanlara xüsusi zövq verir. Məhz buna görə Naxçıvanda yaşayanlar həqiqətən şanslıdırlar. Naxçıvanda istirahət eləmək üçün parklar, yaşıllıqlar çoxdur. Birinci məkan buradır. Bura Mümnə Xatun məqbərəsinin tam yaxınlığıdır. İkinci məkan böyük bağ kimi tanınan ərazidir. İstirahət eləmək üçün məkanlardan biri də Hüseyn Cavid məqbərəsinin ətrafıdır. Bura həqiqətən də çox gözəldir. Bəlkə də Hüseyn Cavidin ruhunu burada hiss elədiyimiz üçün buranın xüsusi bir ab-u havası var. İstirahət eləmək üçün dördüncü məkan isə Uşaq şəhərciyi kimi tanınan ərazidir. Şəhərin tam mərkəzində oturub dincəlmək üçün balaca, şirin bir məkan da var. Yaşıllığın, ağacların daha çox olduğu hissələrdən biri də Naxçıvan Milli Dram Teatrının önü, eyni zamanda Heydər Əliyev Muzeyinin ətrafıdır. Naxçıvanın yol infrastrukturu baxımından inkişaf etmiş bir şəhər olduğunu söyləmək olar. Piyadaların istifadəsi üçün səkilər genişdir, rahatdır. Bu baxımdan burada hər hansı problem görmədim. Düzdür, ara-sıra bəzi xoşagəlməz hallar da olur, amma şəhərin mərkəzi yerlərində və ətraf ərazilərdə işlər qaydasındadır. Və eyni zamanda səkilərdə biz kartof, soğan satan, buranı öz mülkünə, obyektinə çevirən restoranları da görmürük. Bu həqiqətən də örnək götürüləsi bir davranışdır. Burada xüsusən sevmədiyim əsas məsələ isə bundan ibarətdir ki, nizamlanmayan keçidlərdə, yəni svetofor olmayan ərazilərdə sürücülər piyadalara yol vermirlər. Bu baxımdan Naxçıvanda hələ ki yol mədəniyyəti formalaşmayıb. İndi biz şəhərin mərkəzindəyik, piyada xəttindən keçəcəyik. Burada tam rahat formada yolu keçmək mümkündür. Söhbət nizamlanmayan piyada keçidlərindən gedir. Həmin piyada keçidlərində yolu keçmək çox çətindir. Piyadalara avtomobillər, sürücülər yəni yol vermirlər. Bu mənada bir qədər diqqətli olsalar daha yaxşı olar. Çünki Naxçıvanda bu səbəbdən xeyli qəza baş verir və piyadalar həyatını itirir. Bu səliqə, nizam eyni zamanda arxitektura baxımından da diqqəti cəlb edir. İstər yeni tikililərdə, istərsə də köhnə tikililərdə biz bunu müşahidə edə bilirik. Şəhərin planı qətiyyən pozulmur, yəni birdən-birə qarşına hardasa beton yığını çıxmır. Hər bir şey hesablanıb, planlanıb, səki var, binalar eyni istiqamətdə, yəni planlı formada hazırlanıb, eyni zamanda Naxçıvan şəhərinin baş planı da artıq hazırlanıb, təqdim olunub və yaxın müddət ərzində təsdiq olunması gözlənilir və bu baş planda yaxın müddətdə 2026-cı ildə Naxçıvanda tramvay xəttinin çəkilməsi ilə bağlı layihə də öz əksini tapıb. Bu isə təbii ki, Naxçıvanı daha da gözəlləşdirəcək. Naxçıvanda səkilərin geniş olduğunu demişdik, lakin velosiped zolaqları yetərli qədər deyil. Biz şəhərci kimi tanınan ərazidəyik, şəhərin mərkəzində. Burada məhdud bir ərazidə velozolaq çəkilib, lakin əslində müasir şəhərlərdə bu velozolaqlar səkilərdə yox, avtomobil yolunun bir hissəsində çəkilir və bununla da velosiped sürənlər daha rahat formada hərəkət edə bilirlər. Yəni bu şəbəkələşmiş bir vəziyyət halına gəlir. Bununla da şəhərdə hər bir kəs rahat formada hərəkət edə bilir. Əslində Naxçıvanda bu baxımdan hər hansı problem yoxdur. Bu infrastrukturu, nəqliyyat infrastrukturunu qısa zaman ərzində transformasiya etmək olar və şəhərdə hər bir kəs rahat formada hərəkət edə bilər. Naxçıvanda yolların rahat olmağından danışırıqsa, xüsusi olaraq avtobusları da qeyd eləməliyik. Burada avtobusların yeni, eyni zamanda köhnə olmağını görürük. Köhnə avtobusların yenilənməsi nəzərdə tutulur, amma digər bir mənfi cəhət isə bundadır ki, burada saat 8-dən sonra avtobuslar görünmür. Təbii ki, işdən çıxırsınızsa, gəzməyə getmisinizsə, siz avtobus tapa bilməzsiniz. Müsbət cəhəti isə
isə budur ki, burada avtobuslarda digər böyük şəhərlərdə olduğu kimi minəndən sonra qolunuz, əliniz avtobusun qapısından, pəncərəsindən çöldə qalmır. Hətta boş yerləri var və siz rahat-rahat əyləşə bilərsiniz. Burada avtobusla yanaşı taksidən də istifadə edənləri var, amma düşünürəm ki, bu şəhərdə Naxçıvanda yaşayırsınızsa, nə taksiyə, nə də ki, avtobusa ehtiyac var. Çünki biz bura köçdüyümüz gündən bəri yarım saatlıq yolu piyada gedib gəlirik və bizim üçün bu çox rahatdır. Onlar Araz Naxçıvan klubunun üzvləridir. Hətta qapıçısı var burada yanımda. Mən Süleymanov Sadiq, 11 yaşım var. Naxçıvanın bir müsbət, bir də mənfi tərəfini deyək. Çox yaxşı insanlar var. Pis tərəfi də uşaqlar əylənmək üçün yer yoxdur. Məhəllədə çıxqalı futbol sahası, oynamaq üçün yer. Ən sevdiyin qapıçı hansıdır? Şarüddin, Hansı komandaya azarkeşlik edirsən? Qarabağ, bir də Qalatasaray. Fənərbağçalı yoxdur burada. Yox. Yoxdur. Ali Koç Fənərbağçalıların sayını azaldıb. Bunlar neçə yaşın var? 9. Sənin nə qəşəng gözlərin, kirpiklərin var. Bunu sən deyən olub yəqin ki. Bəli, çox olur. Çox olub. Bəs sən nə deyirsən? Deyirəm, mənə görə yaraşmır belə şey. Pisdir mənə görə. Hansı mövqedə oynayırsan? Mən hücum, Ən sevdiyin futbolçu kimdir? Ramos. Bəs yaxşı, ən sevdiyin hücumçu kimdir? Təbii ki, Ronaldo. Ronaldo. Sü, 7. Hamınız Ronaldo deyirsiniz. Ronaldo. Messi deyən yoxdur. Yox. Yaxşı, siz də fikirlərinizi yazın görək. Şeylərdə qırğın olacaq. Naxçıvanda əylənməyə heç bir dənə bir şey yoxdur. Bir dənə əyləncə adasıdır. Nə olmağını istəyərsən? Bizim məhəllədə bir dənə torpaqda yer vardı, orada futbol oynayırıq. Orada besek qalsaydı çox qəşəng. Göytürk əlifbası ilə türk yazılıb. Bu köynəyi özün istəyib almısan. Bəli, özüm istəmişəm. Almağa çox həvəsli idim. Çox xoşuma gəlir. Sənin bu üstündəki yazı mənim çox ürəyimcə oldu. Sevindim ki, Naxçıvanda əslini, kökünü tanıyan, bilən insanlar var. Hələlik. Abunə olmağı və like atmağı unutmayın. Və buradan ən əsası uşağı, övladı olanlara səslənirəm. Təhlükəsiz bir yer axtarırsınızsa, Naxçıvan bu baxımdan həqiqətən də idealdır. Bakı artıq bir çox cəhətdən xaotik bir vəziyyət alıb. Yollarda qalırsan, tıxacda ilişirsən, vaxtı-vaxtında bir yerə gedə bilmirsən. Metroya girsən, ora ayrı bir problemdir. Yerin üstü ilə keçsən, o başqa bir problemdir. Düşünürsən ki, uşaq hansısa problemlə üzləşdimi, nəsə başına bir iş gəldimi, amma Naxçıvanda bu baxımdan həqiqətən də vəziyyət daha yaxşıdır. Amma bununla yanaşı mənfi bir cəhəti xüsusi olaraq vurğulamaq lazımdır ki, Naxçıvanda əyləncə məkanları həqiqətən də azdır. Mən görürəm rəylərdə də siz yazırsınız. Yəni fikrinizlə tamamilə razıyıq. Düzdür, burada çoxlu kafe, restoranlar var, amma əylənmək ayrı, yemək ayrı, onu ayırd eləmək lazım gəlir. Bəzi insanlar deyirlər ki, əylənmək nəyə lazımdır? Bunu əxlaqsızlıq kimi görürlər. Deyirlər ki, barlar, kafelər, amma bilmirəm nəyə görə əylənmək bəzi insanlarda əxlaqsızlıq kimi başa düşülür. Təbii ki, biz də istəyərdik ki, burada əylənəcəyimiz məkanlar olsun. Məsələn, həftə sonumuzu və yaxud da elə həftə içində işdən çıxandan sonra öz maraq dairəmizə uyğun yerlərə gedə bilər. Yəni yenə də biz baxacağıq, bəlkə də elə məkanlar var ki, bizim xəbərimiz yoxdur. Əgər vardısa rəylərdə bildirin. Sözümüz odur ki, əylənmək əxlaqsızlıq demək deyil. Sadəcə olaraq Bakıda olduğu kimi, böyük şəhərlərdə olduğu kimi gənclərin öz vaxtlarını normal keçirə biləcəyi məkanların olması o yerin həm iqtisadi, həm də mədəni baxımdan inkişafına səbəb ola bilər. Bizim kanalımızı izləyərək Naxçıvanın müxtəlif əraziləri ilə bağlı maraqlı məlumatlar əldə edə bilərsiniz. Naxçıvanın çox tanınılmalı yerləri var, məkanları var, adətləri var. Ancaq biz araşdıranda gördük ki, YouTube-da bununla bağlı o qədər də video yoxdur, yəni çəkiliş olmayıb. Və təbii ki, çalışacağıq ki, biz də həmin məkanlara gedək, çəkiliş eləyib, tanıyanlar bir də görəcək, darıxanlar baxacaq, tanımayanlar da bizim sayəmizdə yəqin ki, tanıyar, görərlər və mən çox istəyərdim ki, hansı şəhərdən, rayondan, kənddən bizi izləyirsinizsə, bunu mütləq şəkildə rəydə yazın. Sizin yaşadığınız yerə xas görüntülər ola bilər, bizə göndərə bilərsiniz. Bizim tanımadığımız yerlər haqqında məlumat verin ki, biz də tanıyaq və qonaq gələk. Ən əsası kanalımıza abunə olun, bu videonu bəyənin və fikirlərinizi yazmağı unutmayın. Hələlik.